Rusiyada daxili savaş başlayırmı? Klanlar arası, siyasi elit arasında. Eyni zamanda bu son dönemlərdə daha çox adı hallanmağa başlayan Ramzan Kadyrov olayıyla bağlı da istəyərdim bugünkü müzakirəmizə bir yer ayıraq. Ümumiyyətlə bu həqiqətən daxili savaşa gətirib çıxara biləcəkmi? Xatırlayırsınızsa bir neçə ay öncə Kommersant nəşri rəsmi Kremlin ən vacib raporlarından olan Kommersant nəşrində belə bir yazı çıxmışdı ki, bir neçə ay öncə Ramzan Kadyrov ərəb şeyxlərindən xahiş edib ki, olası bir senaridə onun və ailə üzvlərinin həyatının təhlükəsizliyi ilə bağlı öhdəliyi məhz ərəb şeyxləri götürsünlər. Bununla bağlı razılıq olmuşdu. Daha sonra Rusiya xüsusi xidmət orqanları bu məlumatı Putinə məruz eləmişdilər və hətta gələn xəbərlərə görə o qədər qəzəblənib ki, Putin Ramzan Kadyrovun zənglərinə cavab belə verməyib. Hər halda bugün izlədiyimiz, bugün eşitdiyimiz bu xəbərlər bizə nəyi deməyə əsas verir? Əlbəttə ki, bu Ramzan Kadyrov məsələsi tək bir hadisə deyil. Yəni Rusiyada bu günləri hakimiyyətdə olan, yaxud da ki, bu və digər regiona rəhbərlik edən başçıların hamısı demək olar ki, özü üçün qaçış yeri saxlayıblar və onlardan demək olar ki, bəlkə də heç birinin ailəsi Rusiyada deyil və bunun bu barədə Rusiya prezidentinin də xəbəri var və xüsusilə Ramzan Kadyrova gəlincə o çoxdan ərəb şeyxləri ilə birgə iş görürdü və onun ailəsi ən yaxın adamları demək olar ki, Dubayda və digər ərəb ölkələrində, Səudi Ərəbistanında və digər ərəb ölkələrində məskunlaşıblar və bu da təbii ki, Rusiyanın və Putin rejiminin çöküşü zamanı qaçış strategiyasıdır. Və mən amma bu günləri Ramzan Kadyrov və Rusiya prezidenti Putin arasında problemin yüksək səviyyəyə çatması haqqında fikirlər, yaxud da ki, bildirilən məlumatlar mən düşünürəm ki, müəyyən qədər şişirdilə bilər. Ona görə ki, bu hadisələr bəzən elə hadisələr deyil ki, bunu ictimaiyyətdən gizlətmək olsun və bu hadisələr tam ictimaiyyətə çatdırılmır. Sadəcə ara sıra sızan məlumatlar bildirilir, məlumatlarda bildirilir ki, onlar arasında problemlər var və problemlər getdikcə dərinləşir. Təbii ki, indi Ramzan Kadyrova Putinin təsir mexanizmi hələ güclüdür. Ona görə ki, Putin özü belə hakimiyyətə çox ciddi şəkildə oturmuşdur. Ramzan Kadyrov, yaxud da ki, Rusiyanın digər respublikaların başçıları o zaman ayağa qalxarlar, yaxud da ki, Putinə qarşı ciddi fəaliyyətə başlayardılar ki, Putinin hakimiyyəti müəyyən qədər laxlasın, silkələnsin. Amma bugün biz bunu müşahidə etmirik və eyni zamanda Rusiya-Ukrayna müharibəsi nəticəsində də Putinin vəziyyətinin ağır olduğu təəssüratı da yaranmır. Danışıqlar prosesi gedir və bu danışıqlar prosesi gec-tez nə iləsə nəticələnməlidir və Putin də məhz vəziyyəti başa düşür. Yəni o bilir ki, əgər hər hansı bir hadisə baş verərsə, yaxud da ki, Putinin nəzarəti zəifləyərsə, bu ölkələrdə, bu respublikalarda onlar Putinə qarşı çıxıb xarici düşmənlərlə birləşə bilərlər. Ona görə Putin ciddi şəkildə bu ölkələri nəzarətdə saxlayır və öz işini ehtiyatlı görür. Üzr istəyirəm Əli-Musa bəy, yeri gəlmişkən bu iki rəhbər arasındakı narazılıq ki var. Putin sizcə bu prosesi müharibədən sonraki mərhələyə saxlaya bilərmi, əgər həqiqətən qəzəblidirsə? Amma baxır ki, bu hansı dərəcədə təhlükəlidir Putin üçün. Əgər Putin üçün çox ciddi təhlükəlidirsə, mən düşünmürəm ki, onu müharibədən sonra saxlaya bilər. Yaxud da ki, əgər Putin görərsə ki, bu vəziyyət, yəni Çeçenistan prezidentinin ona qarşı çıxması məhz Rusiya-Ukrayna müharibəsinin taleyinə təsir göstərəcək, bitməsi bölmədən onu uzaqlaşdıra bilər və uzaqlaşdıra bilər. Yox, əgər görsə ki, təsirsiz ötüşə bilər və onu Rusiya-Ukrayna müharibəsindən sonraki dövrə saxlamaq mümkündür, təbii ki, saxlayacaq. Ona görə ki, bugün baxmayaraq ki, Çeçenistan prezidentini hakimiyyətdən salmaq, yaxud da cəzalandırmaq üçün Rusiya prezidentlərində ciddi səbəblər var və eyni zamanda əgər Putin bugün Ramzan Kadyrovu cəzalandıracaqsa, ona qarşı çıxan da olmayacaq və hesab edəcəklər ki, Ramzan Kadyrov buna layiqdir, qoy cəzalandırsın. Hətta Çeçenistanda və digər yerlərdə, digər respublikalarda buna sevinəcəklər. Ona görə ki, Ramzan Kadyrov təkcə Putinə qarşıdurmaya getmir. Ona görə Putinlə indi qarşıdurmaya gedirsə, amma hakimiyyətdə olduğu 20 il müddətində Çeçen xalqı ilə qarşıdurmur.
qaldırmadadır. Və ona qarşı həm yetərincə düşmənlər formalaşıb Çeçenistanda, həm də ki, xalq artıq bu lideri istəmir. Ona görə ki, Çeçenistan lideri hakimiyyəti öz qohumları, əqrabaları, tanışları arasında bölüşdürür və bugün Çeçenistanda narazılıq yetərincədir. Və mən düşünürəm ki, bəlkə Çeçenistanda baş verən narazılıqdan dolayı Putin ona qarşı çıxır və yaxud da ki, onu dəyişmək istəyir ki, Çeçenistanda narazılıq və bütün Çeçenistanı bürünməsin və digər respublikalara çıxmasın. Bugün əgər Putin Ramzan Kadyrova qarşı çıxırsa və onu dəyişmək istəyirsə, onu cəzalandırmaq istəyirsə, mən düşünürəm ki, məhz elə bunun bir səbəbi də Çeçen xalqının Ramzan Kadyrovdan yorulması ola bilər. Deməli, digər maraqlı məqamlardan biri də indi biz Ramzan Kadyrovu xarakterizə eləsək, Prigojin olaylarında da Ramzan Kadrovun xüsusi bir canfəşanlığı var idi. Bu, həm də daha sonra Prigojinin başına gələnlər və s. və l. Yəni, o nöqteyi nəzərdən həm də Ramzan Kadrovun əlində ciddi təsir rıçağı da var. Birincisi, bir tarixi təcrübə var Çeçen xalqında, Rus-Çeçen müharibələrindən yola çıxaraq. Eyni zamanda bugün Axmat xüsusi təyinatlıları Ukraynada uğurlu mübarizə aparırlar desək, yanılmarıq. Həqiqətən də onların adını daha çox eşitməkdəyik. Belə olduğu təqdirdə sizcə əgər olası bir senaridə, yəni Ramzan Kadyrovun əlində kifayət qədər ciddi təsir rıçaqları yoxdurmu? Mən hesab edirəm ki, əgər Putin Ramzan Kadrovu dəyişməyə qərarı alıbsa, deməli onun əlində olan rıçaqlar da, mexanizmlər də onun əlindən artıq alınıb, yaxud da ki, o mexanizmlərin lazım olan səviyyədə işləməyəcəyi Putinə məlumdur və bugün əgər Ramzan Kadrovun hakimiyyətdən uzaqlaşması nəzərdə tutulubsa, yaxud da ki, Putin onun cəzalandırması nəzərdə tutulubsa, deməli onun vura biləcəyi ziyan etdiyi xidmətlərdən daha böyükdür. Eyni zamanda Putin çox tez təkrarladığı bir artıq aparizm halına düşmüş bir fikri var. Böyük siyasətdə dost yoxdur, böyük siyasətdə dövlətin marağı var və bugün dövlətin marağı və plus Putinin marağı tələb edilirsə, Ramzan Kadyrovu dəyişmək və onu aradan çıxartmaq Putin üçün heç də ciddi təhlükə törətmir. Və Putin Ramzan Kadrovu dəyişəcəksə və onu əsaslandıracaq və həm Rus xalqını, həm də Çeçen xalqını inandıracaq ki, Ramzan Kadrov elə çoxdan getməyə hazır bir adamdır. Və mən hesab edirəm ki, yavaş-yavaş Ramzan Kadrov öz missiyasını bitirmiş hesab olunur və bugün də onun dəyişdirilməsi haqqında gedən söhbətlər məhz onun artıq Rusiya prezidentinə və Rusiya dövlətinə öz nüfuzunu, öz əhəmiyyətini itirmiş olması ilə əlaqələndirildi. Və təbii ki, Ramzan Kadyrov Rusiyada Putin hakimiyyətinin möhkəmləndirməsində və Çeçenistanla Rusiya arasında münasibətlərin inkişaf etdirilməsində, yaxud da ki, Çeçen xalqının sakitləşdirilməsində ciddi əhəmiyyət kəsb etmişdi və ciddi fiqur idi. Amma düşünürəm ki, artıq o əvvəlki qədər nüfuza malik deyil və bugün Ramzan Kadyrov Putinə kölgə gətirir, ləkə gətirir, təhlükə gətirir və buna görə də Putin onu dəyişməkdən və onu uzaqlaşdırmaqdan çəkinməyəcək və heç də düşünmək düzgün deyil ki, Ramzan Kadyrov əvəz olunmazdır və ona əvəz olunmağa adam tapılmayacaq, yaxud da ki, Ramzan Kadyrov gedəndən sonra Çeçenistanda yenidən ixtişaşlar başlayacaq. Belə deyil, ona görə ki, Çeçenistan əvvəlki Çeçenistan deyil. Çeçenistanda 90-cı illərdən sonra baş verən hadisələr yenidən təkrar oluna bilməyəcək. Ona görə ki, Ramzan Kadyrov məhz Putin göstərişləri ilə Çeçenistana lazım olan səviyyədə düzəlişlər edə bilib, yaxud da ki, lazım olan səviyyədə divan tuta bilib. Və bugün Çeçenistanda başını qaldıra biləcək, yaxud da siyasətə müdaxilə edə biləcək bir şəxsiyyət qalmayıb. Onlar hamısı artıq xaricdədir. Türkiyədə, Polşada, nə bilim, müxtəlif Avropa ölkələrində və s. və s. Onların yenidən qayıtması və Çeçenistanda siyasətə müdaxilə etməsi mümkün deyil. Və bütün bunları bildiyinə görə də məhz Putin bugün Çeçenistan Respublikası prezidentinin hakimiyyətini silkələməyə qərar verib. Və eyni zamanda Putinin bu addımı digər respublika rəhbərlərinə də bir səbəb ola bilər, yaxud da ki, onların da gözünün qorxusunu almaq üçün bir vasitə ola bilər. Ona görə ki, Ramzan Kadyrovu vurmaqla, aradan çıxarmaqla təbii ki, Putin digər respublika rəhbərlərinə də, prezidentlərinə də nümunə göstərmək istəyir ki, onlar da özlərini yığışdırsınlar və
Putinin müti qulu kimi xidmətlərini davam etdirsinlər. Bu arada fürsətdən istifadə edib bir sual da ünvanlamaq istəyirəm sizə. Bilirsiniz, Pakrovskda elə hazırki dəqiqələrdə belə bir ölüm-dirim savaşı getməsi ilə bağlı məlumatlar daxil olur. Pakrovsk eyni zamanda Zelenskinin də sözlərinə inansa, Kupyansk istiqamətində də çox şiddətli döyüşlərin getməsi ilə bağlı məlumatlar daxil olur. İstəyərdim bu sualı cavablandırmağa çalışaq. Pakrovsk niyə görə hər iki tərəf üçün bu qədər əhəmiyyətlidir və hazırki vəziyyət nə yerdədir orada? Bilirsiniz necədir? Bu günləri Rusiya-Ukrayna cəbhəsində əhəmiyyətli olmayan bir sahə yoxdur. Əgər bu günləri istənilən sahədə hardakı müharibə gedir və sizin də qeyd etdiyiniz kimi qızğın müharibə gedirsə, deməli onlar həyata əhəmiyyət daşıyır və məhz buna görə də Rusiya o istiqamətdə öz qoşunlarını yeridir. Və bu gün Pakrovsk əlbəttə ki, həm Rusiya üçün, həm Ukrayna üçün ciddi əhəmiyyət daşıyır. Rusiya üçün ciddi əhəmiyyət daşıyır ona görə ki, digər ərazilərin, Donetskdə olan digər ərazilərin ələ keçirilməsi və işğal altına salınmasına mühüm rol oynayır və Ukrayna üçün ona görə əhəmiyyət kəsb edir ki, təbii ki, Ukraynanın Pakrovskun itməsi, aradan çıxması, yaxud da ki, işğal olması Ukraynanın müdafiəsini ciddi şəkildə çətinləşdirir və bundan sonra Ukrayna Pakrovskunu itirdikdən sonra Ukrayna digər ərazilərində Donetskdə və mövcud olan və bu günləri bildiyiniz ki, əsas mübarizə Donetskdə gedir, Donetsk uğrunda gedir və Donetskdə digər əraziləri də öz nəzarət altında saxlaya bilməyəcək və bununla da Rusiya istədiyinə nail olacaq. Rusiyanın istədiyi nədir? Rusiyanın istədiyi Donetskin tamamilə işğal altına salınması və ondan sonra da əgər lazım olarsa, əgər istərsə danışıqlar masasına oturması və bu gün təkcə Pakrovsk istiqamətində deyil, cəbhədə bütün istiqamətlərdə ölüm-dirim müharibəsi gedir. Ona görə ki, Rusiya gözləyir ki, bu gün deyilsə də sabah onu danışıqlar masasına oturmağa məcbur edəcəklər. Müxtəlif vasitələrlə və danışıqlar masasına oturana qədər nə qədər çox ərazi işğal etsə, ərazi özünə birləşdirsə, bu Rusiya üçün uğurlu hesab oluna bilər. Yaxşı hesab oluna bilər ki, ona görə ki, Rusiya əvvəldən deyib ki, işğal etdiyi əraziləri geri qaytarmayacaq və heç nə Amerika Birləşmiş Ştatları, nə Ukrayna, nə Avropa İttifaqı Rusiyanın əlində olan ərazilərin geri qaytaracağına inanmır və bu istiqamətdə də danışıqlar aparılır. Ona görə təbii ki, Pakrovskun işğal altına salınması, Rusiyanın əlinə keçməsi Rusiya üçün çox böyük üstünlüklər verir və mən düşünürəm ki, Rusiya məhz Pakrovski götürdükdən sonra artıq danışıqlar istiqamətində müəyyən addımlar ata bilər, yaxud da ki, Trumpın danışıqlara başlamaq istiqamətində çağırışlarına müsbət cavab verə bilər.